Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız Dim test və saytından şəkilçilərin növləri haqqında olacaqdır. Birinci sual. Hansı cümlədə leksik şəkilçili söz yoxdur? Elə A variantında atılan söz atmaq feilindən atılmaq feili əmələ gəlir. Düzəltmədir. B variantında yayıldı, yaymaqdan yayılmaq. Düzəltmədir. C variantında satıldı, satmaqdan satıldı. Düzəltmədir. D variantında təhlükədən qorxan cürlər ətrafa dağıldı. D variantında düzəltmə söz yoxdur. Dağıldı sözündə dağıl sözün kökü qrammatik şəkilçidir. Y variantında qatıldı, qatmaqdan qatılmaq əmələ gəlir. Demək cavabımız D variantıdır. İkinci sual. Yalnız qrammatik şəkilçili söz hansıdır? Təhlil eləyək. Yaşıllaşdırıldı. Yaşıl sifətindən yaşıllaşmaq feili, yaşıllaşmaqdan yaşıllaşdırmaq, yaşıllaşdırmaqdan da yaşıllaşdırılmaq əmələ gəlir, qrammatikdir. Göndər sözün kökü, əcək, qəti gələcək zaman şəkilçisi, ilk də şəxs onluq. Demək C variantında yalnız qrammatik şəkilçilərdən istifadə olunubdur. Köməkləşirik. Kömək sözün kökü, kömək ismindən köməkləşmək feili əmələ gəlir, ir və ilk qrammatik şəkilçilər olur. İşləyirlər. İş ismindən işləmək feili əmələ gəlir, ir və lər qrammatik şəkilçilərdir. Həvəs sözün kökü kar leksikdir, lar və ın qrammatikdir. Üçüncü sual. Yalnız qrammatik şəkilçilərdən ibarət olan bəndi müəyyən edin. A variantında mış qrammatikdir, lıqdansız leksikdir. B variantında daşçı leksikdir, lar qrammatikdir. C variantında dan leksikdə ola bilər qrammatikdə, qınlı leksikdir. D variantında d, ımızlar, bax bunlar qrammatik şəkilçilərdir. Y variantında la leksikdir, lar qrammatikdir, ın leksikdə ola bilər, qrammatikdə ola bilər. Dördüncü sual. 4 cür yazılan şəkilçilərin tərkibində hansı saytlar işlənir? Qapalı saytlar, yəni I, U, Ü saytları işlənir. Beşinci sual. Sözlərin birində 3 leksik şəkilçi işlənmişdir. Könüllülük, könüldən, könüllü, könüllüdən könüllülük əmələ gəlir. Az, azal, azalt, azaldılmış. 3 leksik bir qrammatikdir. Elə bizdən də 3 leksik istəyirdi. Döyüşçülərin, döy, döyüş, döyüşçü. 2 leksikdir. Lərdən in qrammatikdir. Qayıqçıların, qayıq sözün köküdür. Ç leksikdir. Lar və ın qrammatikdir. Sənət sözün kökü karlıq leksikdir. Dır qrammatikdir. Cavabımız C variantı olur. 6. Sözlərdən birində 3 leksik şəkilçi işlənmişdir. Döy, döyüş, döyüşçü. 2 dənə leksikdir. Lər, imiz, dən qrammatikdir. Uçurdulmuş, uçmaqdan uçurmaq, uçurmaqdan uçurtmaq, uçurtmaqdan uçurdulmaq əmələ gəlir. 3 leksik müş qrammatik şəkilçidir. Elə cavabımız B variantı olur. Dinləyicilərinə, dinlə sözün kökü, dinlədən dinləyici əmələ gəlir. Lər, qrammatik, I, qrammatik, n bitişdiricidir, ədə qrammatik. Çök, çökək, çökəklik. 2 dənə leksik, lər və dən qrammatikdir. Çək, çəkil, çəkiliş. 2 leksik, imiz qrammatikdir. Demək cavabımız olur B variantı. 7. Ön şəkilçisi artırıla bilən sözlər cərgəsini müəyyən edin. Xaric olmaz, işıq olmaz, nasir olmaz, nadinc olar, hasar olmaz. Laməkan, laqeyd, anormal. Y variantındakı sözlərə ön şəkilçi artıra bilirik. 8-ci sual. Ön şəkilçi artırıla bilən sözlər cərgəsini müəyyən edin. Nadinc olar, amma məhsul olmaz. Naşükür, laməkan, baməzə. B variantındakı sözlərin hamısına ön şəkilçi artıra bilirik. Cavabımız B variantıdır. 9-cu sual. Hansı sözlərdə l samitini həm leksik, həm də qrammatik şəkilçinin tərkibində düşünmək olar? Yazılar. Yazılar sözünü bir dəfə belə düşünərik. Yazı, yazılar. Yazmaq feilindən yazılmaq feil əmələ gələr, ar qrammatik şəkilçi olar. Bu zaman l leksik şəkilçinin tərkibində olar. Bir dəfə də yazdığımız yazılar, yazmaq feilindən yazı ism əmələ gələr, lar qrammatik şəkilçi olar. Biri götürürük. Burular, burmaqdan burulmaq əmələ gəlir, ar qrammatik şəkilçidir. Yalnız bir cürə təhlil olunur. Sürülər, maşın sürülər. Sürməkdən sürülmək əmələ gəlir, ər qrammatik şəkilçidir. Bir dəfə də sürülər sözü sürdən
sürü əmələ gəlir. Lər qrammatik şəkilçi olur. 3-ü götürürük. Atmaqdan atılmaq əmələ gəlir. Ar qrammatik şəkilçidir. Qırmaqdan qırılmaq əmələ gəlir. Ar qrammatik şəkilçidir. Cavabımız olur 1 və 3 D variantı. 10-cu sual. Qoy uzalsın xanın səsi. Xanın bunun səsi. Bunu deyə bilirik. Demək burada nədir? Yəlikal şəkilçidir. Və yaxud da ki, Qarabağın yenə bunun yəlikal şəkilçidir. Cavabımız olur A variantı. 11-ci sual. Sənin gülüşlərin. Sənin yəlikallı sözdür. Gülüşlərin sözündə gülmək feilindən gülüş ismi əmələ gəlir. Lər cəm şəkilçidir. İn mənsubiyyət şəkilçidir. Demək, yəlikallı söz özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir. Və yaxud da ki, arzumun sözündə un yəlikal, arzumun gülü ün mənsubiyyət şəkilçili sözdür. Öz gülüşlərin özgül mənsubiyyət şəkilçisidir. Cavabımız C variantıdır. 12. Cümlədə üzərində rəqəm qoyulmuş sözlərdən biri tərkibindəki leksik və qrammatik şəkilçilərin sayına görə digərlərindən fərqlənir. Əkmək feilindən əkin ismi, əkin ismindən əkinçi ismi əmələ gəlir. Lər və imiz qrammatik şəkilçilərdir. Sahə, lər qrammatikdir, dəki leksikdir. Şum, şumla, yenidən şumladandan şumlat, an, qrammatik, dan, qrammatik. Qərar, laş leksik, dır leksik, dıdanlar qrammatikdir. Fərqli olan sahələrdəki sözü olur. Çünki digərlərində kök 2 leksik 2 qrammatik şəkilçidən istifadə olunmuş olur. 13. Bir qrammatik şəkilçilər sırasında verilə bilməz. Mənsubiyyət, ismin hal şəkilçisi, cəm şəkilçisi, feilin şəxs şəkilçiləri qrammatik şəkilçilərdir. Amma feilin qrammatik məna növ şəkilçiləri leksik şəkilçilərdir. Cavabımız Y variantıdır. 14. Tərkibində 3 leksik və 2 qrammatik şəkilçi olan sözlər sırasını müəyyən edin. Solmaqdan solğun sifəti, solğun sifətindən solğunlaş feil əmələ gəlir. Ma, mış,dır qrammatikdir. Burada 2 leksik şəkilçi var. 3-də qrammatik. Bərk, bərki, bərkit, bərkidil. 3 leksik. Məli, dirsə. 3-də qrammatik. Mal, dar, lıq, dakı. 3 leksik. Lar, dan, qrammatik. Köç, köçürmək, köçmək, köçdürmək. 3 leksik. Müş və dür, qrammatik. Cavabımız olur B variantı. Say, sayğı, sayğısız, sayğısızlıq. 3 leksik, dan qrammatik. Nəzarət, çi leksik, lər, imizdən qrammatik. Səhv, siz leksik, dir qrammatik. Utan, caq leksik, dır qrammatik. Yaz, yazı, yazıçı, yazıçılıq. 3 leksik, dan qrammatik. Müdafiə, çi leksik, dir və lər qrammatik. Cavabımız B variantı olur. 15. Hansı sözdə yalnız bir leksik şəkilçi işlənib? Salamlaşdıq. Salam, salamla, salamlaş. 2 leksik şəkilçi, dıdanqı qrammatikdir. Üst sözün kökü ləş leksikdir, di və ki qrammatikdir. Bağ, bağlamaq, bağlanmaq. 2 leksik, mışdandı, qrammatikdir. Qarşı, qarşılamaq, qarşılaşmaq. 2 leksik, dıdanqı qrammatikdir. Asan, laş leksik, asanlaşdırmaq leksik, dıdanqı qrammatikdir. Cavabımız B variantıdır. 16. Daha çox leksik şəkilçisi olan sözü müəyyən edin. Ev sözün kökü iniz qrammatikdir, dəki leksikdir, lər və dən qrammatikdir. Burada bir leksik şəkilçisi var. Qəlb sözün kökü imiz qrammatik, dəki leksik, lər və i qrammatik. Burada da bir leksik şəkilçisi var. Biçdən biçin, biçincidən biçinci, biçincidən də biçincilik əmələ gəlir. İn qrammatikdir. 3 leksik şəkilçisi var. Məhsuldan məhsuldar, məhsuldardan məhsuldarlıq əmələ gəlir. 2 leksik şəkilçisi var. Təmiz sözün kökü kar leksik, lıq leksik, dan qrammatik. 2 leksik şəkilçisi var. Cavabımız C variantıdır. 17. Hansı nümunədə amonim şəkilçilər vardır? Amonim şəkilçi odur ki, şəkilçi eyni cür yazılsın, müxtəlif funksiyaları yerinə yetirsin. Evə gəlmişdi, həyətdə gəzdirmək. Baxın, burada eyni şəkilçi dir şəkilçisidir. Evə gəlmişdir sözündə gəl sözün kökü miş qrammatikdir.
Dir də yenə qrammatik şəkilçidir. Həyətdə gəzdirmək deyəndə gəz sözün kökü gəzdən gəzdirmək əmlə gəlir. Dir burada nə olur? Leksik şəkilçi olur. Elə cavabımız A variantıdır. Digərlərində məsələn eyni şəkilçi kütləvi qırğın, tibbi yardım, səhərin açılması, maşınların səsi. Məsələn, səhərin, maşınların ın şəkilçisi var. İkisi də yelkar şəkilçisidir. Və yaxud da ki, açılması ı, səsi i. İkisi də mənsubiyyət şəkilçisidir. Bizə lazımdır ki, fərqli funksiyaları yerinə yetirsin. Cavabımız A variantı oldu. 18-də bir cür yazılan şəkilçilər ç 4 cür, lıq 4 cür, maq 2 cür, a səsi 2 cür yazılır. Keş, ivi, gil, daş bunlar bir cür yazılır. Cavabımız B variantıdır. 19. Tərkibində həm leksik, həm də qrammatik şəkilçilər olan sözləri müəyyən edin. Yaz, yazı, yazıçı. 2 leksik, lar və ımız qrammatik, 2 qrammatik. Məclis sözün kökü dəki leksikdir, lər qrammatikdir. Məktəb sözün köküdür, li leksikdir, dən qrammatikdir. Cavabımız ilə olur A variantı. Meydan sözün kökü çal leksik. Yaxşı sözün kökü lıq leksik. Bağ sözün kökü ban leksik. Pis sözün kökü lik leksik. Ailə sözün kökü vi leksik. Ev sözün kökü dar leksik. Sant sözün kökü ı leksik. Duz sözün kökü lu leksik. 9 sadə sözdür. Məktəb sözün kökü də və dir qrammatik şəkilçidir. Söz sözün kökü lər, imiz, dən qrammatik. Yol sözün kökü unuz və da qrammatik. Cavabımız A variantıdır. 20. Bunlardan biri yalnız qrammatik şəkilçi kimi işlənir. Sız leksikdir. Ma leksikdə ola bilər, qrammatikdə ola bilər. Məsələn, dondurma. Nə dondurma? İsim kimi feillərdə inkarlıq şəkilçisi dondurma qrammatik ola bilər. In. Məsələn, səpin başladı. Nə başladı? Səppək feilindən səpin ismi əmələ gəlir. Və yaxud da ki, toxumu yerə səpin şəxs sonluğu kimi işlənə bilər. D şəkilçisi yalnız qrammatik şəkilçidir. D da həm leksik, həm qrammatik ola bilər. D zaman şəkilçisi kimi işlənir. Bir də idinin qısaldılmış forması. 2 məqamda da qrammatik olur. 21. Bu şəkilçilərdən biri həm isim düzəldən şəkilçi, həm də şəxs şəkilçisi kimi işlənə bilər. Demək, aq şəkilçisidir. Məsələn, isim düzəldən şəkilçi kimi yatmaq feilindən yataq ismi əmələ gəlir. Bir də şəxs şəkilçisi. Məsələn, deyirəm, biz gələk. Gəl sözün kökü əks şəxs sonluğu olar. 22. Bu şəkilçilərdən biri həm sifət düzəldən şəkilçi, həm də şəxs şəkilçisi kimi işlənər. Burada da ıq şəkilçisi. Məsələn, qırıq, qırmaq feilindən qırıq sifət əmələ gələr. Necə? Qırıq. Bir də gəlirik. Gəl sözün kökü irindiki zaman şəkilçisi, iki şəxs sonluğu olur. 23. Hansı cümlələrdə leksik şəkilçili söz işlənmişdir? Ətir, ətirli. Elə birinci cümlədə ətirli sözü leksik şəkilçili sözdür. İkinci cümlədə leksik şəkilçili söz yoxdur. 3-də sonradan sonraki əmələ gəlir. 3-ü götürərik. 4-də yoxdur. 5-də də dünəndən dünənki əmələ gəlir. 5-i götürərik. 1-3-5 cavabımız olur B variantı. 24. Şeirdəki leksik şəkilçili sözlər hansı nitq hissəsinə aiddir? Orada olsaydım əgər deyərdim, ay həkimlər, siz o vurğun ürəyi hansı nitq hissəsinə aiddir? Yəni hansı nitq hissəsidir? Burada demək, məsələn, vurğun. Vurmaq feilindən vurğun sifəti. Yormaq feilindən yorğun sifəti. Demək, sifətlər. Cavabımız Y variantıdır. 25. Hansı sözlərdə dan leksik şəkilçidir? Demək, dan şəkilçisini biz həm leksik, həm də qrammatik şəkilçi kimi görə bilərik. Əgər dan şəkilçisi artırılmış sözə kimdən, nədən, haradan sualını veririksə, qrammatik şəkilçidir. İsmin çıxışlı xal şəkilçisidir. Yox, kimdən, nədən, haradan sualına cavab vermirsə, o zaman leksik şəkilçi kimi işlənmiş olur. İndi baxaq, qəsdən, nədən, qəsdən, nədən sualını verdik? Demək, burada qrammatik şəkilçidir. Biri çıxaq. Ucadan danışırdı. Necə? Uca sifətindən ucadan zərf əmələ gəlir. 2 götürürük. Çoxdan, nə zaman? Dan, yenə burada leksik şəkilçidir. 3-ü də götürürük. Hərdən, nə zaman? 4-ü də götürürük. 2, 3, 4. Cavabımız B variantıdır.
əzəldən, nə zamandan, dandan şəkilçisini sualdan eşitdik, nə vaxtdan, sualın tərkibində eşitdik. Qrammatik şəkilçidir. Hamıdan, kimdən, yenə qrammatik şəkilçidir. Cavabımız B variantıdır. 26. Hansı sözlərdə iki leksik şəkilçi işlənir? Çalış sözündən çalışma bir leksik şəkilçidir. Göndərdən göndəriş bir leksik şəkilçidir. Can sözün kökü canlanmaq, canlanma. 2 leksik şəkilçi var. 3'ü götürək. Qurulandı. Quru sifətindən qurulamaq, qurulamaqdan qurulanmaq əmələ gəlir. D qrammatikdir. 4'ü də götürək. Sancdan sancaq bir leksikdir. Çəkdən çəkil, çəkildən çəkiliş. 3, 4, 6 cavabımız olur A variantı. 27. İki cür yazılan şəkilçilər zərgəsini müəyyən edin. Lalə, daki, dəki, laş, leş, lan, lən ilə A variantındakı şəkilçilər iki cür yazılan şəkilçilərdir. B variantında məsələn iyyət bir cür yazılandı, stan bir cürdür, ban bir cürdür, lıq 4 cürdür. D variantında sız, yəni I, I, U şəkilçisi varsa bunlar 4 cürdür. Y variantında ıq 4 cürdür və s. Saz bir cür yazılan şəkilçidir. 28. Hansı sərgidəki sözlərin tərkibində iki leksik şəkilçi vardır? Qum, qumsal, qumsallıq 2 leksikdir. Sənət sözün kökü kar leksik, ın qrammatik bir leksikdir. Bağ, çı leksik, lıq leksik, dan qrammatik. B variantında qəhrəman sözün kökü lıq leksik, gül sözün kökü çü leksik, lük leksik. Ov sözün kökü lak leksik, da qrammatik. Vur sözün kökü ğun leksik, luk leksik. Dön sözün kökü gəl leksik, dəki leksik. Çək sözün kökü çəkdən çəki, çəkidən çəkisiz. Cavabımız olur C variantı. Yəni hər birində iki leksik şəkilçi var. Yol sözün kökü daş leksik, da qrammatik. Kitab sözün kökü xana leksik. Sürət sözün kökü li leksik. Tapşır sözün kökü ıq leksik. Əkdən əkin, əkindən əkinçi, əkinçidən əkinçiliyə əmələ gəlir. Çalış sözün kökü qan leksik, lardan ın qrammatik. Cavabımız C variantıdır. 29. Hansı sərgidəki sözlərin tərkibində bir leksik şəkilçi vardır? Yaxın sözün kökü lıq leksikdir. Az sözün kökü azdan azğın, azğından azğınlaş əmələ gəlir, maq qrammatikdir. İncidən incik, incikdən incikliyə əmələ gəlir. Bizə nə istəyir? Bir leksik şəkilçi istəyir. Yardan yarğan, yarğandan yarğandakı əmələ gəlir. Vurdan vurğun, vurğundan vurğunluq əmələ gəlir. Çoxdan çoxal, çoxalt, çoxaldıl. 3 leksik, maq qrammatikdir. Sarsıntılı sözündə. Sarsıntı sözün kökü l leksik. Dinlə sözün kökü ici leksik. Azdan azğın, azğından azğınlıq əmələ gəlir. Göndərdən göndəril əmələ gəlir, mək qrammatik. Uçdan uçurmaq əmələ gəlir, maq qrammatik. İnan, inanc leksikdirlər, qrammatikdir. Demək cavabımız olmalıdır D variantı. Mədəni sadə sözdür. Ev, dar leksik, lıq leksik. Bur, burul, burulğan. Cavabımız D variantıdır. 30. Hansı misralarda ön şəkilçili söz vardır? Bi vəfa ön şəkilçili sözdür. Namərd ön şəkilçili sözdür. 1-ci və 3-cü misralarda. Cavabımız B variantıdır. 31. Hansı sərgidəki işarələnmiş sözlərdə amonim şəkilçilər işlənmişdir? Atam birazdan gələsidir, uşaq yatıbdır. Baxın, ikisində də dır şəkilçisi var. Amma ikisində də dır xəbərlik şəkilçisidir. A olmaz. Elmi əsər, zehni iş. İkisində də leksik şəkilçidir. B də olmaz. Quşların səsi, onun ailəsi. İkisində də mənsubiyyət şəkilçisidir. Sınmaq feilindən sınıq sifət əmələ gəlir D variantında. Baxırıq sözündə bax sözün kökü ır indiki zaman şəkilçisi ıq şəxs sonluğu. Demək cavabımız D variantıdır. Iq şəkilçisi var ikisində də. Birində leksik şəkilçidir, birində qrammatik şəkilçidir. Mənim kitabımda kitab sözün kökü qrammatik, yəni mənsubiyyət şəkilçisidir. Oxumaq, ikinci sözdə yenə oxumağım sözündə yenə mənsubiyyət şəkilçisidir. 32. Hansı sərgidəki işarələnmiş sözlərdə amonim şəkilçilər işlənmişdir? İldən illik, yazdan da yazlıq. İkisində də lıq sifət düzəldən şəkilçidir. Gördən görməli,
oxu, oxun, oxunmalı. İkisində də malı fe'li sifət şəkilçisidir. Məktub yazdırmaq, yazdırmaqda dır leksikdir. Döşəməni sildirmək, sildirməkdə dir leksikdir. Məkdə məsdər şəkilçisidir. Tarix ismindən tarixi sifəti, zehn ismindən zehni sifəti. İkisində də sifət düzəldən şəkilçisidir. Həvəs ismindən həvəslə zərfə əmələ gəlir. İş ismindən işləmək fe'lə əmələ gəlir. Cavabımız Y variantıdır. 33. Hansı bətdə altından xətt çəkilmiş şəkilçilər amonimdir? Dairədən dairəvi vileksikdir. Ailədən ailəvi vileksikdir. Səpin başladı, əkin yeri şumlandı. Səppək fe'lindən səpin ismi, əkmək fe'lindən əkim ismi əmələ gəlir. Atların qaçışı, qaçmaq fe'lindən qaçış ismi, körpələrin baxışı, baxmaq fe'lindən baxış ismi əmələ gəlir. Dərsi oxumaq i təsirli kal şəkilçisidir. Kitabı al, yenə I təsirli kal şəkilçisidir. Şəkli divardan qopar. Burada qopbaqdan qoparmaq əmələ gəlir. Maq, ar burada leksikdir. Qayıdar sözündə qayıt sözün kökü ar, qeyri-qəti gələcək zaman şəkilçisidir. Demək, Y variantında ar şəkilçisi amonim şəkilçisidir. Və ardan sonra maq artıra biliriksə leksikdir, fe'l düzəldən şəkilçisidir. Yox, artıra bilmiriksə orada nədir? Zaman şəkilçisidir. Bir də, məsələn, isim və yaxud da ki, sifət düzəldə bilər. Deyək ki, gülər üz, necə üz? Sifət düzəldir. Və yaxud da ki, açar, açmaq fe'lindən açar ismi də düzəldə bilər. 34. Mənim bölməm ifadəsinin tərkibində şəkilçilərin növü hansı bənddə düzgün ardıcıllıqla verilib? Mənim sözündə mən sözün kökü im yəli kal şəkilçisidir. Yadda saxlayaq ki, mən və biz sözlərindəki im mənsubiyyət yox, yəli kal şəkilçisidir. Bölməm sözündə böl sözündən bölmə ismi əmələ gəlir. M nədir? Mənsubiyyət şəkilçisidir. Hal, leksik və mənsubiyyət. Cavabımız A variantıdır. 35. Bizim nəğməkarlarımız. Bizim sözündə im yenə hal şəkilçisidir. Nəğmədən nəğməkar əmələ gəlir. Kar leksikdir. Imız da mənsubiyyət şəkilçisidir. Cavabımız D variantıdır. 36. Iq şəkilçisinin işlənmə məqamlarından biri səhv verilmişdir. Elə cavabımız A variantıdır. Iq fe'li sifət şəkilçisi ola bilməz. Fe'ldən isim düzəldən şəkilçi. Məsələn, deyərik ki, ıq, sınıq, qolumda sınıq var. Nə var? Sınıq, sınmaq fe'lindən sınıq ismi əmələ gəlir. Sifət düzəldən şəkilçi, uçuq yer, necə yer? Uçmaq fe'lindən uçuq sifət əmələ gəlir. Xəbərli şəkilçisi, biz gəlirik. Gəl sözün kökü, ir indiki zaman şəkilçisi, iki şəxs sonluğu. Birinci şəxsin, daha doğrusu gəlirik, birinci şəxsin cəm şəkilçisi kimi götürə bilərik. Xəbərli şəkilçisi kimi biz və yaxud da ki, eyni anlayışdır. Xəbərli şəkilçisi gəlirik, iki şəxs sonluğu. Birinci şəxsin cəm şəkilçisi, birinci şəxsin cəm şəkilçisi. Burada isə, məsələn, müəllimik, müəllim sözün kökü, ilk də olur şəxs sonluğu. 37. Bu şəkilçisinin işlənmə məqamlarından biri səhvdir. Yenə fe'l sifət şəkilçisi olmaz. Fe'l düzəldən şəkilçi kimi. Bəli, məsələn, yazı sözü. Yazmaq fe'lindən yazı ismi əmələ gələr. Daha doğrusu fe'l düzəldən şəkilçi qazmaq. Qazmaq fe'lindən qazımaq fe'l əmələ gəlir. Təsirli kal şəkilçisi. Məsələn, kitabı ver. Kitab sözün kökü, I təsirli kal şəkilçisi. Fe'ldən isim düzəldən. Bayaq yazı. Yazmaq fe'lindən yazı ism əmələ gəlir. İsimdən sifət düzəldən şəkilçisi kimi. Məsələn, badam ismindən badam. İsmindən badamı sifət əmələ gəlir. Cavabımız A variantıdır. 38. Yaşadır bu sevgi, bu istək mənim misrasında aşağıdakı şəkilçilərdən biri yoxdur. Demək, zaman şəkilçisi yaşadır. Yaş ismindən yaşamaq fe'li, yaşamaq fe'lindən yaşatmaq fe'li əmələ gəlir. Ir-2 zaman şəkilçisidir. Fe'ldən isim düzəldən şəkilçisi. Sevmək fe'lindən sevgi ismi düzəlir. İcbar növ şəkilçisi yoxdur burada. Təsirli kal şəkilçisi. Məni,
Məni sözündə mən sözün köküdür, i təsirli kal şəkilçidir. İsimdən feil düzəldən şəkilçi. Yaş ismindən yaşamaq feili düzəlir. Cavabımız demək C variantıdır. Get azğınları, satqınları qandır misrasında aşağıdakı şəkilçilərdən biri yoxdur. Cəm şəkilçisi. Azmaq feilindən azğın sifəti lar cəm şəkilçidir. Təsirli kal şəkilçisi. Bax, elə burada I təsirli kal şəkilçisidir. İcbar növ şəkilçisi yoxdur. Burada qanmaqdan qandırmaq bu icbar növ deyil. İcbarda iş kiməsə icra olundurulur. Feildən, feil düzəldən şəkilçi. Feildən feil, qanmaqdan qandırmaq. Feildən sifət, satmaq feilindən satqın sifəti düzələr. Cavabımız C variantıdır. 40. Bibim gildəkindən sözündəki. Bibi sözün köküdür. M. Qrammatikdir. Gil. Leksik, dəki, leksik. N bitişdiricidir. Dən də qrammatik. Qrammatik, leksik. Leksik, qrammatik. Cavabımız olur A variantı. 41. Qrammatik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. İsmin hal, mənsubiyyət, cəm şəkilçiləri qrammatik şəkilçilərdir. Bəli. Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişir. Xeyr, leksik şəkilçilər sözün leksik mənasını dəyişir. Qrammatik şəkilçilər sözün formasını dəyişir. Qrammatik şəkilçilər sözün formasını dəyişir. Bəli. Söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət edir. Düzdür. Bəzən qrammatik şəkilçilər leksik şəkilçilərdən əvvəl də işlənə bilər. Adətən qayda budur ki, birinci leksik, sonra qrammatik şəkilçi gəlməlidir. Amma bəzən olur ki, qrammatik şəkilçi leksikdən əvvəl gələ bilər. Məsələn, evimizdəki ev sözün kökü. İmiz qrammatik şəkilçidir, dəki leksik şəkilçidir. Və əgər qrammatik şəkilçidən sonra leksik şəkilçi gəlirsə, burada qrammatik şəkilçi başlanğıc formaya daxil olur. 42. Leksik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. Ön şəkilçilər də leksik şəkilçilərdir. Düzdür. Leksik şəkilçilər yeni mənalı söz yaradır. Düzdür. Leksik şəkilçilər cümlədə sözləri bir-birinə bağlamağa xidmət edir. Bu fikir yanlışdır. Leksik şəkilçilər söz yaradıcılığında iştirak edir. Bəli, yeni söz yaranır. Leksik şəkilçilər 1, 2 və 4 cür yazılır. Bu da düzdür. Cavabımız C variantıdır. 43. Xəbərli şəkilçilərlə bağlı səhv fikirdir. Vurğu qəbul etmir. Bəli. Daha sonra 2 və 4 cür yazılır. Düzdür. Bütün əsas nitq hissələrini artırıla bilir. Düzdür. Qoşmalarla işlənə bilir. Düzdür. Başqa şəkilçilərlə amonimlik yaratmır. Səhvdir bu. Məsələn, o müəllimdir. Dır şəkilçisini götürək. Dır həm feildən feil düzəldən şəkilçidir, həm də xəbərli şəkilçidir. Və yaxud da ki, ıq şəkilçisi. Biz müəllimik. Xəbərli şəkilçisi olur. Bir də məsələn, bacarmaq feilindən bacarıq ismi əmələ gəlir. Cavabımız olur Y variantı. 44. Hansı bənddə işarələnmiş sözlərin şəkilçiləri amonimdir? Yataq. Yatmaq feilindən yataq ismi əmələ gəlir. Baxaq sözündə bax sözün kökü aq şəxs sonluğu. Demək ilə A variantındakı aq şəkilçisi amonim şəkilçidir. B variantında eyni şəkilçilər ikisi də mənsubiyyət şəkilçisidir. C variantında hərbi i leksikdir, kütləvi vi yeni leksikdir. D variantında çatmalıdır, gələcəkdir. İkisində də xəbərli şəkilçidir. Y variantında kitabını itirmə, yəni sənin kitabını oxumağını bəyəndilər. ın və ı. Demək, ın ikisində də mənsubiyyət şəkilçisidir. I ikisində də təsirli kal şəkilçisidir. Cavabımız olur A variantı. 45. Hansı bənddə eyni cür yazılan şəkilçilər müxtəlif funksiyanı yerinə yetirirlər? İllik, yazlıq. Lıq ikisində də sifət düzəldən şəkilçidir. Görməli, oxumalı. Mal ikisində də feili sifət şəkilçisidir. Məktubu yazdır, döşəməni sildir. Məsələn, məktubu, döşəməni ikisi də təsirli kal şəkilçisidir və yaxud da ki, yazdırmaq, sildirmək. Dır ikisində də leksik şəkilçidir. Tarixi, mülki ikisində də leksikdir. Səbhin gecikir, səbbək feilindən səbhin ismi əmələ gəlir. Biraz tez gəlin. Gəlin olanda in artıq nədir? Qrammatik şəkilçidir, şəxs sonluğudur. Cavabımız olur Y variantı. Bir dəfə leksikdir, bir dəfə qrammatikdir. 46. Hansı sıradakı sözlərdən biri verilən bütün tələbləri ödəsə də, digəri heç bir tələbi ödəmir. Tərkibinə görə təhlili iki cür düşünülür. Məsələn,
soyudur bir sürü düşünülür. Kökü başka sözlərlə inkehli ola bilər. Demək, burada bax bu verilən tələblərin hamısına uyğun olan söz sıxlaşaq sözdür. Niyə? Tərkibinə görə təhlil iki cür düşünülür. Necə iki cür düşünülür? Sıx sifətindən sıxlaşmaq feili əmələ gəlir. Ağı bütöv götürsək əmr şəklindədir. Bir dəfə də sıx sözün kökü laş leksik şəkilçi, A arzu şəklinin şəkilçisi, Q şəxs sonluq. Bax, iki cürə təhlil elədik. Kökü feillə amonimdir. Bəli, sıx sözü sifətdir, sıxmaq feilindən amonim olar. Başqa sözlə eyni köklü ola bilər. Bəli, ola bilər. Qrammatik şəkilçi ilə işlənir. Bəli, tərkibində qrammatik şəkilçi var. Amma qaldır sözü verilənlərdən heç birinə uyğun deyil. Çünki qaldır yalnız bir dənə kökdən ibarətdir. Cavabımız olur C variantı. 47. La ilə bağlı doğru fikirləri müəyyən edin. Leksik şəkilçi kimi zərf yarada bilir. Məsələn, ehtiyatla. Ehtiyat ismindən ehtiyatla zərfi əmələ gələ bilər. 1. Atamla sözündə la tərs hərəkət zərfi düzəltmişdi. Xeyl. Bu səhv fikirdir. Atamla sözündə ola bilər ki, la qoşmadı. Atamla gəldim. Kim ilə? Və yaxud da ki, atamla anam. Bağlayıcı kimdə işlənə bilər? Vədən əvəz eləyə bilsək, bağlayıcı kimdə işlənə bilər? İşlənmə məqamına baxmalıyıq, yəni ki. Nənəmlə danışdığım cümləsində lə bağlayıcıdır. Xeyr, nənəmlə burada lə nədir? Qoşmadır. Bunda çıxaq. Bizə nə istəyirdi? La ilə bağlı düzgün fikirlər istəyirdi. Biri götürdük. Raufla Nüsrət bugün daimla şəhərə getdilər. Nümunəsində birinci la bağlayıcı, ikinci la qoşmadı. Rauf və Nüsrət vədən əvəz eləyə bildiyimiz bağlayıcıdır. Daimla kim ilə? Buradakı la bəli qoşmadı. 4 düzdür. Feillərin yaranmasında iştirak edir. Bəli. Məsələn, təmiz sifətindən təmizləmək feil əmələ gələr. 5 də düzgündür. 1, 4, 5. 48. Hansı sözlərdə ön şəkilçi işlənmişdir? Bi şərəf, bi ön şəkilçidir. Na dürüst, na ön şəkilçidir. Cavabımız demək olmalıdır. 1-dən 2. 49. Ön şəkilçisini hansı sözlərdə həm leksik, həm də qrammatik şəkilçi kimi düşünmək olar. Sərin sözü, bir dəfə sözün kökü sərindir. Bir dəfə də sər sözün kökü neysə sərin. İn qrammatik şəkilçi olar, leksik olmaz. Biçim başladı. Biçmək feilindən biçin ismi əmələ gələr. Bir də yeri biçin. Biç sözün kökü in qrammatik şəkilçi kimi. 2 götürürük. Axın. Axın başladı. Nə? Axın. Ax sözün kökü in leksik kimi. Bir də axın. Ax sözün kökü in qrammatik kimi götürə bilərik. Dözün sözünü yalnız dözün. Döz sözün kökü ün qrammatik. Bilin. Bil sözün kökü in qrammatik. Yığın. Burada yığın. Bir dəfə nəysə yığın. In qrammatik. Bir də yığın başladı. Nə? Yığ sözün kökü in leksik kimi götürərik. Cavabımız olur 2, 3, 6. Bizim bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənə.